həm ölkədə korrupsiya olsa da, nə hansısa rayonlarda güya baş verir falan, belə şeylər ola bilər. Az olur, amma ola bilər falan. Və prezidentin bundan xəbəri yoxdur. Yanında olan adamlara dedirdir də. Ətrafı pisdir, özü yaxşıdır. Nə bilim. Mən razıyam orada. Bir yerdə İlham Əliyevdən razıyam. Bax sizdən də indi burada mənə deyəsiniz ki, İmaməddin gör nə danışdı. Bax ona görə deyirəm. Mən düz deyir İlham Əliyev. Onun ətrafı pisdir, özü yaxşıdır. Mən də onun kimi fikirləşirəm də. Gör nə gözəl insandır bu. Deməli, bu onda bizi ətrafının pis olduğunu, özünün yaxşı olduğunu bizə dedirdirsə, deməli o ətrafının pis olduğundan xəbəri var da. O pis ətrafını bə niyə yanında saxlayır? Mən bunu bilmirəm. Bax, bu sualı vermək istərdim həmişə İlham Əliyevə. Ətrafı pisdir İlham Əliyevin, özü yaxşı, elə deyil. Ay qardaş, sual verirəm. İlham Əliyev bilir ki, ətrafı pisdir. Onun özü yaxşıdır. Niyə o pisləri böyründə saxlayır? Yanında hakimiyyəti ondan nə bilim hansı institutları onun sərəncamına verir. Yaxşı deyək ki, prokuror pisdir, nazirlər pisdir, nə bilim, onu yaltaqlıq edənlər, deputatlar pisdir. Bunun özü yaxşıdır da, eləmi? Onun deputatlar nəyə görədir? Normal ölkələrdə deputat başqa anlayışdır, başqa institutdur. Azərbaycanda bunun hamısı İlham Əliyevin iri buynuzlu, yox, xırda buynuzlu heyvanlardır. Bunun ətrafında kimlər var ki? İlham Əliyevin ətrafındakı kimdir ki? Prokurorlardır, nazirlərdir, nə bilim, o iri biznes, nə bilim, sahibləridir, yaltaqlardır, qorxaqlardır. Bunun yanındakılar bunlardır da, elə deyilmi? Susanlardır. Yalanı Hikmət Hacıyev kimi görə ki, bu korrupsionerdir, kleptokratdır, oğrudur. Ona cənab prezident deyənlərdir də, elə deyilmi qardaş? Ətrafı pisdir, yəni pislərlə dolu olan bir yerdə çiçək bitir. Başa düşdünüz? Belə deyim də, poxun içində bitən çiçəkdir İlham Əliyev. Mənə bunu demək istəyirsən İlham Əliyev? Sosial yardım demək, insanları ələ baxımlı etmək demək deyil. İnsanları ayaqda saxlamaqdır. Pensiya o insanlara, nə bilim, qoca insanlara, xəstə insanlara, nə bilim, o lütf falan deyil ay kişi. İllərlə işləyib ödədiyi o sistemin qarşılığıdır. Başa düşürsünüz bunu? Uşaq pulu hədiyyə deyil İlham Əliyev. Gələcəyə investisiyadır. Verin uşaq pulunu. Uşaq pulu yaxşı qidalanmadır. Yaxşı təhsildir. Yaxşı səhiyyədir. Başa düşürsən İlham Əliyev? Bunu vermirsən sən mənim xalqıma. Sən bunu vermirsənsə, deməli o ölkənin gələcəyinin qarşısını almaq istəyirsən. O ölkənin gələcəkdə inkişafının qarşısını almaq istəyirsən. Başqa cür sən bunu mənə izah edə bilmərsən. İstəyirsən Natiq Cəfərliyi qoş yanına, istəyirsən öz iqtisadiyyatçılarını qoş. Kimi deyirsən qoş. Sən bunu başqa cür izah edə bilmərsən. Başa düşdün İlham Əliyev? Siz elə bilirsiniz ki, uşaq pulu verməmək, nə bilim, Azərbaycanda pulun olmamağından irəli gəlir. Büdcədə pul yoxdur deyin irəli gəlir. Bunu belə bilirsinizsə, siz yanılırsınız. Mən sizi inandırıram ki, bu belə deyil. Sosial yardım, Azərbaycanda sosial yardım anlayışı başqa cürdür. Dünyanın başqa, bütün dövlətlərində başqa cürdür. Dövlətlər Fransadır, İngiltərədir, Amerikadır, nə bilim, normal qərb ölkələrində sosial yardım işləməyən hər bir vətəndaşa verilir. Özü də işləyən vətəndaş 1000 manat alırsa, misal çəkirəm. İşləməyən sosial alan adam 700 manat alır. Yəni çox az bir fərq eləmir. Yəni aralarında çox bir fərq yoxdur, üzr istəyirəm. Az bir fərq var. Maaşla sosial yardımın hər ay verilir. Ha, 1 il, 2 il yox. İş tapana kimi 10 il o iş tapa bilməyibsə, 10 il ona həmin pul verilir. Hansı ki, orta əmək haqqı nə qədərdirsə. Elə deyilmi? Ondan biraz aşağı. 100 evro, 200 evro aşağı. Fransada elədir. Elə deyilmi? Dünyanın başqa dövlətlərində də hər yerdə bu belədir. Elə deyilmi? Azərbaycanda sənə 1 il sosial yardım verəndə sənin evdən toyuqlarını qaçırdırsan, nə bilim, paltar yuyan maşınını, mebeldirsə mebeli götürür qonşuya qoyursan ki, sosiallar filan vaxtı gəlib baxacaq.
Lazımsa onun altdan qol çəkəcəklər. Özü də o sosial yardımı sənə düzəldən adam ilk öndən 6 ayını özü alacaq, sonra 6 ayında sənə verəcək. Elə deyilmi? Azərbaycanda sosial yardım nə üçündür? Siz bilirsiniz. Azərbaycanda düz deyirlər, sosial yardımı ələ baxımlılıq eləyiblər. Ələ baxımlılıq üçündür. Amma dünyanın normal dövlətlərində sosial yardım həm iqtisadiyyatı ayaqda saxlamaq üçündür, həm vətəndaşına hörmət etmək üçündür, həm vətəndaşını ayaqda saxlamaq üçündür, həm vətəndaşının, nə bilim, uşağının, nə bilim, onun elmdən, təhsildən geri qalmaması üçündür. Azərbaycanda ələ baxımlılıq 6 ay bu götürür. O 6 ayın 4 ayını İlham Əliyev alır, 2 ayını da o düzəldən alır da. O da deyir ki, gelsən ha bunu 6 ay eləmə də, 5 ay elə də. Allahın olsun deyir, yox sən nə danışsan? Atamın gör haqqı, balalarım qırılsın, yalan deyirəmsə 4 ay yuxarı çatır. 4 ay kimə çatır ki bu sosial yardımın yaxşı? Burada deyək ki, bir ana var da, bir ana yaşayır. Onun da bir 3 uşağı var. Ana iş tapa bilmir. Soruşur da mən uşağam, mən niyə qidalana bilmirəm, mən niyə yaşaya bilmirəm, mən niyə başqaları kimi deyiləm, o uşaqlar maşına minir, mən niyə minə bilmirəm. Yəni, deyək ki, atası da var bu uşağın, fərq eləmir. Uşaq bunu sual verəndə, uşaq demir ki, bunu edən İlham Əliyevdir və yaxud da onun başında duran X şəxsdir. Uşaq deyir ki, bunu edən dövlətdir. Dövlət bunu edir. Uşaq dövlətə nifrət yaranır uşaqda. Başa düşürsünüz? O da uşaq bir daha o dövlətə, belə deyim, hörmət etmir və o dövlətə nifrət edir. Azərbaycandakı kimi ölkədən Rusiya gedən hamısı pasportu, Rus pasportu almaq istəyir. Rusiyanın özü terrorist bir dövlət kimi tanınsa belə, insanlar gedir, yenə oranın pasportunu alır. Nəyə görə? Çünki orada heç olmasa hansısa institutlar işləyir. Seçki institutu işləməsə də, nə bilim, məhkəmə institutu işləməsə də yarım sağlam işləyir. İqtisadiyyata yaxın getmirlər. Başa düşürsən, hökumət girmir o məsələyə. Deyir, iqtisadiyyat üzməlidir. Lazım gələndə, nə bilim, istəyirsiniz kursu, istəyirsiniz hər şeyi. Da elə şey yoxdur. Manipoliya yoxdur. Ay kişi, mən Türkiyədən pomidoru gətirir, Rusiyada satırdım. Manipoliya falan yoxdur. Başa düşürsünüz? Yoxdur. İlham Əliyev kimi Putin bananı Allah şükürdən şərik satmır orada. Putin orada, nə bilim, hansısa, o neydi onların dini lideri? Putin bananı onunla birgə satmır. Başa düşürsünüz? Onunla hansısa makinasiyası, korrupsiyası o başqa dərəcədə ola bilər. Amma institutların bəzisi işləyir. Ona görə də Rusiya dövlətinə dövlətlər arasında qabaqca deyirəm, indi yox, hörmət var idi. Çünki institutların hamısı məhv edilməyib. Amma bu hamısını məhv edib. Həmin uşaq da hansı ki bayaq danışırdıq, deyir ki, tüpürüm bu dövlətə də, bu xalqa da, bunun hamısına da mən çıxıb gedirəm buradan. Siz elə bilirsiniz ki, uşaq pulu verməmək, nə bilim, Azərbaycanda pulun olmamağından irəli gəlir. Büdcədə pul yoxdur deyin irəli gəlir. Bunu belə bilirsinizsə, siz yanılırsınız. Demir uşaq pulu verməyə imkanımız yoxdur. Elə mi deyirlər sizə? Mən bilmirəm, elə deyirlər. Onda biz soruşmalıyıq ki, demirsən pul yoxdur. Onda yoxlamaq lazımdır. Bu elə deyirsə biz də biz yoxlamalıyıq bu dövlət başında oturanları. Elə deyilmi? Bu hökuməti. Əgər hökumət deyirsə ki, pul yoxdur, vətəndaşdır. Biz vətəndaşıq, biz soruşmalıyıq. Büdcə nə qədərdir? Biz bilirikmi büdcə? Deyirmi profit var, artıq var deyir də büdcədə. Hər danışanda deyir büdcəmizdə bu il bu qədər artıq çıxdı da. Elə demir. Ay kişi, nefti 60 manatla hesablayırlar, 60 dollarla. 120 ilə illərcə satırlar. O pul hanı? Niyə yaxşı ondan öncəki profiti görsətdiniz? Bu son 2 ilin profitini görsətmirsiniz. Niyə? 60 ilə hesablamışdınız, 120 ilə satdınız. Görsədin də büdcənin. Bu qədər artımı, bu profiti niyə görsətməz? Hara getdi o? Gənə Londondan çıxacaq. Onda biz soruşmalıyıq. Elə demir yoxdur. Onda qabağımıza qoymalıyıq, o soruşmalıyıq. İlham Əliyev, səhriyə nə qədər ayırıbsan ki, yoxdur? Soruşmalıyıq. Məktəblərə, təhsilə, elmə nə qədər ayırmısan?
Soruşma məhkəmə sisteminə, polisə, nə bilim, hərbiyə, nə bilim, bunların nə bilim, avadanlıqlarına nə ayırmısan ki, yoxa çıxıb bu pul? Bunu soruşma, bunu da soruşmuruq. Elə bil bilirsiniz nədir? Gələcəyimiz uğurlanır, balalarımızın hər şey talan olur. Elə bil biz də şeydəyik, nə bilim. Elə bil bu hadisələr şeydə baş verir, hansısa kinoda falan. Bu hansısa bir dövlətdə də baş versə, qonşu dövlətdə, sən yenə onu soruşmalısan, o uşaqların haqqını. Heç sən öz dövlətində öz uşağınınkini soruşmusan. Bu da başqa bir vətəndaşlıqdır. Soruşmazsan, hə ayırıb deməlidir bu qədər, bu qədər, bu qədər, bu qədər ayırmışıq da. Deməli sən vaxt o qalanı harın? Yəni qalmayıbsa, hə deyirsən nəticəsini göstər. Nəticə nə əldə etmisən bunu ayırmaqdan? Məsəl üçün deyir ki, Şuşuya 200 milyon avro pul ayırmışam. Demir 200 milyon, 300 milyon nə bilim Şuşuya pul ayırmışam, falan yerə pul ayırmışam demir. Elədirmi? İndi mən buradan deyirəm. Şuşuya ayırdığın o daşlar, o ağaclar, o nə bilim heykəllər, o restoranlar, barlar, diskotekalar, naçnoy klublar, nə bilim ayırdığın o pullardan sən bu dövlətə hansı gəliri gətirirsən? Nə verirsən sən bu dövlətə onun? Onu mənə görsən. Yol çəkmisən, nə bilim nə çəkmisən. Sənin deməyinə qalsa, sən Şuşada Polad zavodun hazırdır. Artıq. Sən çünki milyonlar ayırmısan, demirsən orada zavod tikilir. Güya. Pul yoxdur ha, nə pul var, nə zavod, amma kağız üzərində ki orada sən şey tikmisən. Polad zavodu tikmisən. Neft ayırma və neft qayırma, nə bilim, nəsə orada bir zavod da elə tikmisən və güya sən investisiya pul ayırmısan ki, bunu investisiya demək olar, yol çəkəcəksən. Hanı o yol, onu da görsən. Dəmir yol. Demirsən bu qədər bu günə kimi dəmir yoluna ayrılan pul, daha doğrusu belə deyim. Çünki adamlar deyir ki 2027-ci ildə Şuşaya dəmir yol çəkilməyinə ayrılan pul 200 milyon nə qədərdir? Elə deyilmi? Mən də soruşuram. Bir dənə rels alıbsınızmı? O dəmir almışsınızmı? Onu görsətin. Bax 3 dənə almışıq. Bu da 200 milyon edib. Görsət görün. Sən korrupsiya, orada evlər tikdirirsən, deyirsən dövlət büdcəsindən pul ayırırsan, 60 min, 100 min, 200 min, nə bilim 1 milyona tikilib. Əslində 10 min, 20 min, indi 10 min demirəm də, yəni səviyyə olaraq deyirəm. 80 minə tikilmiş evə deyirsən 800 minə tikilib. 10 dəfə qaldırırsan. Bunu nədir? Yəni nə göstərmək istəyirsən ki? Çünki orası sənin yeyinti yerindir. Çünki sən investisiyanı daşa, dəmirə və orada da korrupsiya maraqlarının olduğu üçün eləyirsən. Elə deyilmi? Ona görə biz hüquqi dövlət qurmalıyıq. İlham Əliyev, sən bu ölkənin nə uşağını, nə gələcəyini, nə bilim bu gününü düşünmürsən. Sənin yeganə düşüncən nə qədər bacarıram tez və çox uğurluyum bu ölkədən. Nə qədər bacarıram bu insanları səhiyyə ilə, təhsillə, nə bilim, daha doğrusu səhiyyəsizliklə, təhsilsizliklə, nə bilim, əlindəki bütün, nə bilim, polisinlə, məhkəməsinlə, seçki sistemindən, əlinə keçirdiyim bütün institutlardan daha tez məhv eləyim. Bu vətəndaşları yoxa çıxardım. Hüquqlarını əlindən alım. Ölkələrini bağlayım, quru sərhədlərlə qonşu ölkəyə keçməyə möhtac qalsınlar. Mənim azalıma pul ödəsinlər keçmək üçün başqa ölkəyə. Nə bilim, qonşu ölkəyə. Ana balasını görmək üçün gərək təyyarəyə minə, Gürcüstana uça. Qazaxdan Marnavuliyə keçmək üçün bir kənd aralarında bir küçə var. O küçəni keçmək üçün adam gedir Bakıya, Bakıdan təyyarə ilə Tbilisə, Tbilisdən də təzdən geri qayıdır Marnavula. Başa düşürsünüz. Sənin verdiyin zərərin, həm maddi, həm mənəvi, bu zərərlərin altından bu xalq çabalayıb çıxa bilmir. Sən bu xalqı sürükləyirsən, sən bu xalqı məhvə sürükləyirsən, bunu qəsdən edirsən. Mən heç kimi gözdən falan salmaq istəmirəm. İlham Əliyev gözdən düşmək üçün gərək o bir gözə minə biləydi də. O gözdən salmaq falan deyil mənim burada danışdıqlarım. Birdən fikirləşərsiniz, mən onun nə bilim, ondan hansısa şəxsi prinsiplərim var. Qətiyyən yoxdur. Qətiyyən ola da bilməz. O kimdir ki? Onun mənim səviyyəmdə olsun ki, gərək onun mənim hansısa prinsipim olsun. Yoxdur onun. Mənim səviyyəmdə olmayan adamlarla mənim prinsipim ola bilməz. Mən onun səhvlərini üzünə deyirəm. Baş verənləri onun üzünə deyirəm.
Bu xalq sual verməlidir. Bu xalq sual verməyi bacarmalıdır. Özdə sualı harada, necə verməyi bacarmalıdır. Başa sual verməyənə etiraz etmə, səhvi demə, hesabat istəmə, heç nə demə. Qoy bu öz-özünə avtopilotda getsin, bu da uğurlasın, talan eləsin. Adamı yandıran bilirsiniz nədir? Adama deyirlər ki, deyirsən uşaq pulu ver. Misal çəkirəm. Mən İlham Əliyevə deyirəm, İlham Əliyev Azərbaycan uşaqlarının pulunu ver. Mənim qabağıma Hikmət Hacıyevi çıxardır. Hikmət Hacıyev mənə bunu deyir. Baxın, İmaməddin bəy, siz bizim dövlətə qərəzli gelirsiniz. Bizim dövləti xaricdə gözdən salırsınız. Azərbaycan dövlətinə xəyanət edirsiniz. Nə dedim xəyanət etdim? De görüm, mənim burada dediklərimdə xəyanət nədir? Ən böyük xəyanətkarı özümə götürürəm. Üzərimə götürürəm. O dövlətə bir də girmirəm, o torpağa girmirəm. Başa düşürsün, lazım da deyil. Getmirəm o torpağa. Mənə bunu de görüm. Burada izah elə görüm. Mən nə dedim ki, mən xəyanətkar oldum? Sonra bunu deyir də, sonra deyir, cənab prezidentlərimizin göstərişi nəticəsində Azərbaycanda iqtisadi inkişaf davam edir. Şuşa yenidən qurulur. Qarabağda inkişaf infrastrukturu güclənir. Ağdamda filan işlər görülüb. Prezident oraya xım tökür. Sonra da prezident oraya nə bilim daş tulluyur, nə bilim sement tulluyur. Sonra da Heydər Əliyevdən oğlunla arxasında da Alyona bir dənə muzika qoyurlar. Qurtlar vadisi dındırı 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 dındırı. Bu nəsə bir dənə bayraq azadda göstərdilər ki, yüksək bayraq olanın dövləti yaxşıdır falan. Bunu göstərdilər mənə. Sonra da deyirlər mən xəyanətkaram, İlham Əliyev yaxşı oğlandır. Əgər bir dövlətdə hər ildən ilə doğum azalırsa, nə bilim, uşaq sayı azalırsa, təhsili qəsdən əllərindən alınırsa, uşaqlar bilə-bilə məhv edilirsə, gözümüz görə-görə məhv edirlər də bizim uşaqlar, elə deyilmi? Bir söz deyim, uşaq pulu olmayan yerdə ölkə inkişaf edə bilməz. Uşaq pulu olmayan yerdə pensioner inkişaf eləyə bilməz. Uşaq pulu olmayan yerdə səhiyyə inkişaf eləyə bilməz. Uşaq pulu olmayan yerdə iqtisadiyyat inkişaf eləyə bilməz. Uşaq pulu olmayan yerdə nə bilim mühəndis, nə bilim hansısa bir peşəkar inkişaf eləyə bilməz. Hansısa nə bilim sahibkar inkişaf edə bilməz. Bunu anlamaq lazımdır. Bunu da qəsdən eləyirlər ki, bunlar inkişaf etməsin. Azərbaycan xalqı inkişaf etməsin. Öldürsünlər Azərbaycan xalqını. Məhv eləsin. Qaçqınam, Fransada yaşayıram. İlham Əliyevin əlindən qaçıb Fransa dövlətindən sığınacaq istəyib oturum almış adamam. Mənim oturumum var. Mənim hər sentyabr ayında, üzr istəyirəm böyüklərdən, uşağıma bu dövlət 417 avro pul ayırır. Bir dəfə uşağıma onun paltarı üçün ayırır. Bir dəfə paltarı üçün. Hər ayda pulunu göndərir uşağı. Burada qaçqınam. Burada nə fransızın uşağı, nə qaçqının uşağı, nə də digər birinin uşağı bir-birindən seçilmir. Hamısına eyni məbləğdə, eyni dərəcədə, eyni pul verilir. Başa düşürsünüz? Çünki uşaqlar dövlətlərin kapitalıdır. Mənim uşağıma o öz kapitalı kimi baxır. Gələcək kapitalı kimi baxır. Ona görə o təhsili verir. Ona görə o səhiyyəni mənim uşağıma pulsuz eləyir. Başa düşürsünüz? Məni burada ona görə o qoruyur. Mənim uşaqlarımı ona görə o qoruyur. Bizim uşaq pullarımızı ver. Verməlisən İlham Əliyev. Sən bu uşaq pullarını verəcəksən. Biz bunu almalıyıq İlham Əliyevdən. Biz qoymayaq. Dövlətlərin rifahıdır. Dövlətlərin gələcəkdə yaxşı yaşamasıdır. Uşaqlara qoyulan sərmayə. Bunlar gələcəkdə yaxşı dövlət istəyirlər. Qarşısını İmaməddin kəsir, eləmi? Yoxsa kim kəsir? Uşaqların inkişafı üçün təhsili, səhiyyəni uşaqlara pulsuz eləməliydin. Ondan sonra kitabını, dəftərini pulsuz eləməliydin. Mən bunu, baxın, and olsun şərəfimə, İlham Əliyev bugün çıxıb desin ki, mən korrupsioner deyiləm. Avropadakı jurnalistlər qəsdən deyir, getsin onları məhkəməyə versin. Bugün çıxıb deyəcəm İlham Əliyev korrupsioner deyil. Mən İlham Əliyevin əlində korrupsiya tutmamışam, başa düşürsünüz? Amma onu bütün beynəlxalq jurnalistlərin araşdırmasının ortaya qoyduqları
Minlərlə sənəd ortaya sübutla qoyublar ki, bu adam oğrudur, korrupsionerdir, nə bilim, kleptokratdır. Oliqarxiya qurub ölkədə. Tiranlıq eləyir ölkədə. Bunu onlar deyir deyə mən deyirəm. Ha, birdən elə bilər ki, mən öz başımdan uydururam. Bugün İlham Əliyev çıxsın desin mən bu deyiləm, mən keçirəm İlham Əliyev tərəfə. Buradan gedib o sübut etsin onu. Bax, məni versin, mən İlham Əliyev məni məhkəməyə versin. Desin ki, mən kleptokrat deyiləm, oğru deyiləm, korrupsioner deyiləm. Elə deyilmi? Mən həmin dəqiqə onu, o hansı ki o jurnalistlər varmı, onu bunu sübut eləyən, onların hamısını məhkəməyə verərəm. Mən elə belə adam deyiləm. Mən oturub boş-boş danışmıram burada. Çıxsın desin ki, mən oğru deyirəm, korrupsioner deyiləm, nə bilim, mən İmaməddin yalan danışır. Çıxsın desinlər. O gün də demişəm, çıxsın Mehriban xanım Əliyeva, Azərbaycanın vitse-prezidenti. Çıxsın danışsın ki, mən ona heç nə deyə bilmərəm. Mənim onunla elə bir problem olmayıb, ola da bilməz. Çünki o mənim üçün Azərbaycanın xanımıdır. Amma mən bir şey var. Mən ona xanım kimi ona görə baxmıram ki, o vitse-prezidentdir. Vitse-prezident də öz, belə deyim, vəzifə borcunu yerinə yetirməlidir. Əgər Mehriban Əliyeva istəyirsə, mən bu kanalı bağlayım gedim, çıxsın, bax bu kanalı bağlayıb gedirəm ki, o qədərini deyirəm sizə. Çıxsın oradan danışsın ki, Azərbaycanın vitse-prezidentinin hansı səlahiyyətləri var? Vəzifə borcu deməyim də, hansı səlahiyyətləri var? Onlar hansı işləri görüb, hansı işləri görməyə bilər? Bunu mənə başdan ayağa kimi danışsın, öz səlahiyyətini. And olsun şərəfimə bunu bağlayıb gedirəm. Bax, şərəfimə and olsun deyirəm. Çıxsın başdan ayağa danışsın onu. Oradan oxumasın. Ha, belə oxuyub oradan. Üzündən də oxuya bilmir. Oxusa da olar, oxumağa da icazə verirəm. Çıxsın danışsın. Demir vitse-prezidentim, ay kişi. Demir, çıxsın danışsın, şərəfimə and olsun gedirəm, ay kişi. Buradan çıxıb gedirəm. Ölkədə nə bilim, belə deyim də, sosial ədalət var. Nə iqtisadi inkişaf var, nə iqtisadi təhlükəsizlik var. Heç nə yoxdur. Ölkədə heç nə. Ölkə deyil, bilirsiniz, avtopilota buraxılmış bir dəlixanadır. Uçub gedir öz-özünə. Başa düşürsünüz? Bu dövlətlər içində ortaya buraxılmış üzən, nə bilim, hamısının içində üzü-üzə gedir. Necə gedir bilə? Ay kişi, insan 300 manat maaş alır, 600 manat xərci var insanın. 300 maaş alır, 450 manat onun şeyidir. Nədir onun adı? Ev kirasıdır. Bu insan necə yaşayır? Mən hələ anlaya bilmirəm. Məni qınağa gətirdilər ki, dövlətlə hökuməti niyə sən güya bunu müxalifətçi dedir. Bu dediklərimi müxalifətçi dedir. Hökumətin girdirmə adamları dedir. Ondan sonra bəzi adamlar var, onlar dedir. Başqalarının trolları gəlirlər ki, dövlətə belə demək olar. Sən dövləti niyə hakimiyyətlə səhv salırsan? Mən səhv salmıram. Səhv salan varsa İlham Əliyevdir. Mən deyirəm İlham Əliyev korrupsionerdir. Niyə belə deyirəm? Bax, mən dövlətə tüpürüm deyəndə niyə belə deyirəm? Onu sizə izah edirəm. Mən deyirəm ki, İlham Əliyev korrupsionerdir, kleptokratdır. Yəni oğrudur. Elə deyilmi? Mən belə deyəndə çıxıb Hikmət Hacıyev deyir ki, xaricdə yaşayanlar Azərbaycan dövlətini, mən dövlətə bir şey demədim ki, İlham Əliyevə dedim korrupsioner, kleptokrat. Elə deyilmi? Oğru. Mən bunu belə dedim. Hikmət Hacıyev oradan çıxır deyir ki, İmaməddin və yaxud da nə bilim hər hansısa biri oradan Azərbaycan xalqını gözdən salır, dövlətə xəyanət edir. Baxın, mən bunu dediyim üçün dövlətə xəyanət. Sən dövləti elə görürsən deyir, mən o söz elə deyirəm də, ona görə elə deyirəm. Onu istehza ilə deyirəm, nə bilim, ola bilsin, nə bilim, sənə nəyisə çatdırmaq üçün deyirəm, bəlkə sən anlayasan. Dövlət deyilən şey institutlardan ibarət olan mexanizmdir. Nə bilim, hüquqdur, polisdir, məhkəmədir, nə bilim, nəyi görürsənsə. Seçki şeydir, ondan sonra hər şey. Milli Bankdır, hamısı bunun institutlarının içinə girəndir. Dövlətdir. Bu dövləti quran insanlardır ki, o mexanizmi qururlar ki, o mexanizm sonradan bu xalqı, o ölkəni idarə etsin. Elə deyilmi? Bu dövlət dediyiniz şey institutlardır. İnsanlar tərəfindən qurulmuş institutlar.
Azərbaycanda insanlar tərəfindən qurulmuş institutlar varmı? Varsa deyil. Yoxdur. Çünki o institutların binalarında oturan İlham Əliyevin korrupsiya yoldaşlarıdır. Can arkadaşlarıdır. Uğurlu dostlarıdır. Başa düşürsünüz? O dövlət demək olar ona. Nə deyim mən ona? Dövlət deyim. Mən axmaq deyiləm ki, mən ona dövlət deyim. Azərbaycanda bir dənə işləyən institut görsədin, fərqi yoxdur. Diz çökürəm qabağınızda. Varmı? Yoxdur. Azərbaycan müstəqil məhkəmə deyin. Nə bilim, polis düz işləyir deyin. Bank sistemi düz işləyir deyin. Nə bilim, seçki komitəsi düz işləyir deyin. Bu institutların biri düz işləyirsə, mən çıxıb gedirəm. And olsun şərəfimə gedirəm. Və dövlət budur da. İlham Əliyevin mənə dövlət dediyi Azərbaycan taxtadan bir ev kimidir. Belə qıraqdan yaxşı görünə bilər. İçini korrupsiya qurdu yiyib. İlham Əliyevin korrupsiya qurtları özü də başda olmaqdan onun içini yiyiblər. Başa düşdünüz? Korrupsiya qurdu onu yiyib. Həmin ağacları yiyib. O taxtadan evin içini korrupsiya qurdu yeyib. İlham Əliyevin göstərdiyi mənə o ağac varmı? Hansı ki dövlət deyil. Hansı ki böyük kök institutların üzərində dayanır. Köklü institutların. Hansı ki təhsildir filan şeydir. Bu böyük dövlətdir. Böyük ağacdır. Elə deyilmi? O ağacı da içindən İlham Əliyev korrupsiya qurdu yiyib. Sən onun qabığını mənə göstərib ağacların yarpağını yaşıl rəngə boyamaqdan sən o ağacı mənə sağlam ağac görsədə bilmərsən İlham Əliyev. Başa düşdün? Gedirsən asan xidmətə, deyir ki, pasportdur. Bilir ki, adam Rusiyyətə falan gedir, dəyişməyə gəlib pasportunda. Asan xidmətə gedir, mən rayonlarda deyirəm, bilməm, şəhərdə necədir. Azərbaycan vətəndaşı gedir asan xidmətə pasportunu dəyişməyə, dəyişir pasportu. Asan xidmətlə maşındır, nə binadır, harda, nə durubsa da. Deyir ki 10 manat ver. Deyir ki vallahi yoxumdur 10 manat. Deyir 5 manat verim mi? Deyir yox. Deyir Allah haqqı. Balamın cançı deyir. 8'i yuxarı çatacaq deyir. Onun ikisi mənə çatır. Başa düşürsən, o yuxarı dediyi də kimdir mən bilirəm də. İlham Əliyev də bilir. Elə deyilmi İlham Əliyev? Bunu verilişlərimin digərlərində demişəm. Baxın. Bir ölkənin sərvəti, onun nefti, qazı, qızılı, torpağı deyil. Bir ölkənin sərvəti onun insanlarıdır. Onun gələcəyə yetişən uşaqlarıdır. Onu əlinizdən alırlar. Onun pulunu əlinizdən alırlar. Onun yeməyini əlinizdən alırlar. Onun suyunu əlinizdən alırlar. Onun dərmanını, həkimini əlinizdən alırlar. Başa düşürsünüz? Hər şeyini əlinizdən alırlar. Qəsdəndir bu. Bu qəsddir xalqa. Bunun başqa çıxsın mənə desinlər. Bunu nə bilim başqa cürə Natiq Cəfərli başda olmaqla bütün Azərbaycanda nə qədər iqtisadiyyatçı varsa çıxsın burada efirdən mənə debatda göstərsin ki, debat eləyək. Bütün iqtisadiyyatçılar da mənə göstərsin ki, şuraya qoyan investisiya Azərbaycanın gəncliyinə, körpələrinə qoyulan investisiyadan daha önəmlidir. Bunu mənə göstərsinlər. Şərəfim and olsun. Bir də mən ekranlara çıxmıram. Bu ölkənin büdcəsi kimindir? Mən başa düşmək istəyirəm. Demisiniz profit var ölkədə. O profiti verin də sosial yardım kimi insanlara paylayın. Niyə insanlara sosial yardım verəndə onları məcbur edirsiniz ki, evlərindən paltar yuyan maşını çıxartsın, qaçırsın, hansısa qonşuya qoysun ki, onun evində paltar yuyan maşını yoxdur. Onun əgər evində paltar yuyan maşını varsa ona sosial düşmür. Bu nə yaşayışdır? Bu nə? Bu nədir? Bu nə dövlətdir? Nə qurmusunuz siz orada? Nə ilə yaşayırsınız İlham Əliyev? Nə yeyirsiniz? Mən elə bilirdim ki, ay kişi, uşaq pulu verməmək, nə bilim, tək uşaqlara vurulan zərbədir. Gördüm ki, yox. Bizim həqiqətən də gələcəyimizə bomba qoyandır bu. Gələcəyə bomba qoy. Azərbaycanın ən böyük sərvəti nədir? Neftdir, qazdır, nə bilim, qızıldır, torpaqdır. Belə deyə bilərsiniz. Elə deyilmi? Ay tüpürüm ona, qızılına da, neftinə də, torpağına da, hər şeyinə də. Onun içində insan yoxdursa, neynirəm mən ona? Heç bir inkişaf yoxdursa, mən bunu neynirəm? Yaponiya, Cənubi Koreya, gedin onların inkişafına baxın. Finlandiya bunu göstərdi bizə.
Bunların hamısı. Singapur necə göstərdi bizə bunları? İnsanın ləyaqətini bunlar necə ucaltdı? Niyə axı bu dəqiqə Yaponiya, nə bilim Cənubi Koreya, Finlandiya, Singapur niyə orada insan yaşamının səviyyəsi o dərəcədədir? Çünki İlham Əliyev kimi daşa, şuşuya, nə bilim bardyorlara, heykəllərə investisiya etmədilər. Bunlar uşaqlara etdilər, təhsilə etdilər investisiyanı. Uşaqlara uşaq pulu verdilər. Onların həkimlərini pulsuz etdilər, belə deyim, sığortalı etdilər. Onların təhlükəsizliyini, həm belə deyim, iqtisadi inkişaflarının qabaqlarını açdılar. Təhsillərini verdilər. Tibbi sığorta verdilər. Uşaqlara siz gələcəyimizsiniz dedilər, qabağa buraxdılar deyə o dövlətlər inkişaf etdi. Deyirəm, bəyənin, paylaşın. Mən buradan nağıl danışmıram. Almaniyaya baxın. Almaniyada 2-ci Dünya müharibəsindən sonra baş verənlərə baxın. Sosial sığorta sisteminin qurulmasına baxın. Onun əsasına baxın. Görün necə etdilər onu. Çünki onlar başa düşürdü ki, güclü dövlət, güclü ailə deməkdir. Başa düşürsünüz? Ailə dəyərlərinə, uşaq puluna, nə bilim, sosial yardıma, təhsilə, sosial təhlükəsizliyə, ay kişi, bunlar bu xalq üçün lazımdır. Bunu etməsək bizim insan kapitalımız məhv olar. Onu etdilər və onun da sayəsində nail oldular ki, bu günləri Almanya iqtisadi olaraq bu səviyyədədir. Başa düşürsünüz? Eləcə də Fransa. Onlar həm sağlam işçi yetişdirdilər, həm sağlam təhsil verdilər. Sosial sığortalar verdilər. Təhlükəsizliyi aradan qaldırdılar, sosial təhlükəsizliyi. Uşaq pulunun verilməməsi Azərbaycan xalqının əslində tək uşaqların yox, tək onların gələcəyini yox, həm də bu dəqiqə iqtisadiyyatımızı dağıdır. 2-ci Dünya müharibəsindən sonra Avropa ölkələri gördünüzmü neynədir? İşçi qüvvəsinə ehtiyac var idi. Nələr etdilər insan kapitalına? Bütün normal hökumətlər əsas məqsədi insan kapitalıdır. Əhalinin qocaldığını gördülər, onlar başladılar insana kapital etməyə. Ailələrə kömək etməyə başladılar. Sosial problemləri belə aradan qaldırdılar. Vergi güzəştləri etdilər. Uşaq bağçalarını pulsuz etdilər. Bəzilərinin, nə bilim, valideynlərini hansısa məzuniyyətə göndərəndə belə onların uşağına baxdılar. İnsanlara önünü açdılar ki, insanlar yaşaya bilsin. Uşaqlara uşaq pulu verdilər. Ailənin yükünü azaltdılar. Ailə yükdən azaldı. Bir evdə 3-4 uşaq var. 2 uşaq var Azərbaycanda. Ən azı 1 uşaq var. 150, 300, 450 manat pul artıq gəlsə, sizin nəyinizə bəs deyil. Onu da sizə çox görürlər. Onu da çox görürlər. Bu elə belə demografiya məsələsidir. Həm də bu milli təhlükəsizlik məsələsidir. Başa düşürsünüz, bunlar millətin kökünü dağıdırlar. Bu uşaq pulu məsələsinə elə belə baxmayın. Bunlar bizi məhv edir. Doğulan uşaqların sayı ildən ilə azalırmı? Son 20 ilə baxın. Bax, İlham Əliyev dövrünə baxın. Əgər görün inkişaf görə bilirsinizmi? Hər ildən ilə azalır. Bu uşaq azalması elə belə şey deyil. 20 ildən sonra kim işləyəcək sualıdır. Onsuz da işləyən yoxdur. Baxın, bu ona hazırlanıb ki, 20 ildən sonra o uşağın azalmasını qəsdən edirlər. Pulu vermirlər ki, uşağa baxamıram deyə doğmasınlar və uşaq olmasın. Ona görə də istəmirlər zavod olsun. Müəllim kim olacaq burada? Zavodda işləyənlər kim olacaq? Onların qabağını alırlar. Hərbidə kim xidmət edəcək? Onun qabağını alırlar. Pensiya fonduna nə bilim vergini kim ödəyəcək? Bax, bunların qabağını alırlar. Alırlar ki, qoy bitsin, məhv olsun bunlar, yox edək bunları. O da əsas məqsəd. Bunlar bilir ki, az doğmaq, insanların doğum səviyyəsini aşağı salmaq gələcəkdə itirilən müəllimdir, hərbiçidir, polisdir, zavod işçisidir, nə bilim kimi deyirsiniz. Bugünkü baxın nə görürsünüzsə odur. Bunlar onu azaltmağa çalışır. Başa düşürsünüz? Bunlar demografik olaraq ölkəni çöktürməyə çalışır. Mənim dediyimi anlaya bilirsiniz mən nədən danışdığımı. Bugün hansısa zavod, hansısa şirkət, hansısa nə bilim sahibkarın hansısa qurduğu iş ona keçmişdə qoyulan təhsilin nəticəsidir. Təhsil. Sərmayənin ona qoyulan sərmayə təhsilin nəticəsidir.
Sən bugün onu qoymaq istəmirsən Azərbaycan uşağına. Sən çünki Azərbaycan uşağını insan saymırsan, onları dədələrini, analarını kölələşdirdiyin kimi onları da gələcəkdə kölələşdirmək istəyirsən. Mən də bu kölələşdirməyə xeyr deyirəm. Yox deyirəm. Qabağında dururam. Azərbaycan xalqı siz də durun. Qoymayın pullarınız korrupsiya yolundan ölkədən çıxardılsın. Buna mən emosional danışa bilərəm. Gedin, emosional danışmayanlara baxın. Söyüş söymürəm, söyüş söyənlərə baxın. Nə bilim, yaxşı danışa bilmirəm, gedin yaxşı danışanlara baxın. Mənə heç nə qınaq gətirmək falan lazım deyil. Mən nədən danışdığımı mən yaxşı bilirəm. Bax, Putin, fikirləşin. Putin, Rus uşaqlarının uşaq pulunu əlindən ala bilərmi? Müəllimlərinin maaşını əlindən ala bilərmi? Putin də terroristdir də, Putin də bunun kimidir. Putin də korrupsionerdir, oğrudur da, o da kleptokratdır onun rejimi də, o da qrup da, ölkədə totalitarizm qrup da. Buna çatan yoxdur, bunun yoxdur, bənzəri yoxdur, adamın bənzəri yoxdur. Bir uşaq yaxşı təhsil alır, universitet oxuyur, nə bilim, hansısa müəssisə yaradır. Nəsə də bir iş görür də, elə deyilmi? 100 nəfər işçi çıxardır, ora 1000 nəfər işçi gəlir, 100 nəfər işçi gəlir, hər nəysə də. Və sənin o uşağa qoymadığın heykəllərə, dədənin heykəllərinə qoyduğun investisiya deyirəm mən ona xərc demirəm. Çünki sən investisiya edirsən, mən bilirəm. Azərbaycan uşağına bunu edirsən xərc, öz dədənin heykəllərinə qoyduğun investisiya sənə nə verir İlham Əliyev? Sən bunu necə düşünürsən? Sən mənə deyirsən danışma, niyə danışmayayım ki? Bəyənin, paylaşın, qorxmayın. Mən danışıram, siz qorxmayın. Siz eləcə bəyənin, heç kim görməz, qorxmayın. Bəyənməni heç kim görmür. Azərbaycan uşağına qoyulan kapital Azərbaycan uşağına verilən təhsildir. Azərbaycan uşağına verilən səhiyyədir. Kapital budur. Və s. Bunu saymaq olar. Uzatmaq olar arxasını. İnsan kapitalı Azərbaycan xalqı bilirsinizmi insan kapitalı nədir? İnsan kapitalı neft kapitalıdır. İnsan kapitalı zavod kapitalıdır. Pul kapitalıdır. Başa düşürsünüz. İnsan olan yerdə bunlar var. Başa düşürsünüz. Bunlar da istəyir ki siz az doğasınız. Uşaq pulu vermirlər. Demotivasiya edirlər. Sizləri çətin görsədirlər hər şeyi. Doğumu azaltmaq istəyirlər. Qarşısını almaq istəyirlər. Bunu uşaq pulu verməməklə görsədirlər. Qəsd edirlər bunu sizə. Hansısa dırnaq arası adına müxalifət deyən Natiq Cəfərli kimi insanları çıxardır. Uşaq pulu verilməsə də onlar dedirdirlər. Çünki Natiq Cəfərliyə də arada 100 min, 200 min pul verirlər ki çıxsın bunu desin. O öz uşağına yedirdə bilir Natiq Cəfərli. Siz yedirdə bilmirsiniz. İnsana qoyulan kapital savaddır. Sağlamlıqdır. Başa düşürsünüz? Bacarıqlı insanlıqdır. Bacarıqlı insanlardır. Bax, o insanlar, o kapital bizə lazımdır. Bunu, uşaq pulunu verməməklə bunu əlimizdən alırlar. Bunu başa düşürsünüzmü? Onlar kapitala Şuşada otel tikmək üçün, Sibris tikmək üçün baxır. Onlar kapital dediyi şey Sibris tikməkdir. Şuşada nə bilim dəmir yumruq heykəli qoymaqdır. Şuşada otel tikib nə bilim oralara buraxmalar aparıb, oradan nə bilim hansısa kimlərinsə şotundan nə bilim telefonla falan qız çağırmaq, nə bilim orada nəsə iş görməkdir. Başa düşürsünüz? Orada pul yığmaqdır. Bunlar investisiya ona baxır. Bunlar ölkəyə, xalqa, millətə, uşağa, dövlətə, nə bilim, heç nə investisiya eləmirlər. Bunlar üçün investisiya başqa şeydir.